tapşırıqlardan biri bu idi ki, içəri daxil olduq. İçəri daxil olanda telefon, su qabı, heç bir şey bizə icazə verilmədi götürülməyə. İçəri daxil olduq. Hər kəs elə əyləşdi ki, bir-birini görməsin. Bizim qarşımıza bağlama qoyulmuşdu və bağlamanı aç deyənə qədər biz onu açmadıq. Yəni gözlədik ki, bizə təlimat verilsin. Təlimat veriləndən sonra bağlamanı açdıq və onun içindən 8 yoxsa 9 ədəd belə bir çubuqlar çıxdı müəyyən ölçüdə. Və tapşırıq bu oldu ki, həmən çubuqlardan biz 4 dənə üçbucaq düzəldik. Və salam. Başqa da heç bir təlimat verilmədi. Biz başladıq prosesə. 1, 2, 3, 4 dəfə gedişatdan sonra artıq sən elə gəlir ki, sən bütün variantları yoxlamısan. Bundan artıq variant yoxdur. Sonra fərqli fikirlər gəlir adamın ağlına ki, bəlkə heç bu üçbucaq düzəltmək barəsində deyil. Bəlkə deyirsən ki, əslində düzəltməyib burada başqa bir dərs çıxartmalıyam. Yəni, üçbucaq qalır kənara, fərqli fikirlər də gəlir adama ki, görəsən bu tapşırığın məğzi nədir? Elə o an, həmin o səssizlikdə, prosesdə biri yaxınlaşır, sakitcə, əyilib qulağıma pıçıldadı ki, ingilis dilində idi bu, Azərbaycan dilinə tərcümədə budur ki, həyat hərəkətləri alqışlayır, fikirləri, düşüncələri yox. Sözün açığı bunu eşidəndə, bu mənim qəlbimə çox toxundu. Çünki o elə anda gəlib mənə deyildi ki, mən artıq onda üçbucaqları yerə qoymuşdum, yəni çubuqları yerə qoymuşdum və fikirləşirdim ki, oturub fikirləşim ki, bunun arxasında nə hekayə var. Yəni, prosesi dayandırmışdım. Amma o sözü deyəndə qəlbimə elə bir ki, belə baxdı ki, hərəkətə keçdi. Yəni, nə düşünürsən? Sənə tapşırılıq verir və tapşırığı yerinə yetir. Və başladım yenə də artıq biraz daha səylə çalışmağa, fikirləşim ki, nələri etməmişəm, bir də onları edir. Amma yenə də müəyyən bir yerdən sonra dayanırsan axı. Yenə həmən şəxs gəldi qulağıma pıçıldadı ki, həyat hərəkətləri alqışlayır, fikirləri deyil. Yenə ikinci belə bir start aldım. Yenə də başladım onun üzərində işləməyə. Müəyyən qədər alınırdı, amma gördüm yox, tam alındıra bilmirəm. Sonra bir an oldu ki, çubuqları qoyanda gördüm gəldi, həmən şəxs qarşımda əyləşdi. Çubuqları yan-yana qoyan kimi başladı məni alqışlamağa. Və məni alqışlayanda birinci mən belə baxdım ki, görəsən bu məni nə üçün alqışlayır. Sonra digər bir çubuğu da yanına qoyanda gördüm ki, o mənim gözümə baxır, mən də onun gözünə baxıram. O sakit dayandı. Sonra başladım çubuqların yerini dəyişməyə ki, bu məni nə zaman alqışlayacaq, onu tapmağa. Sonra prosesdən anladım ki, nə zaman mənim qarşımdakı adam məni alqışlayırsa, demək ki, mən düz yoldayam deməkdir. Və mən həmin adamı buraxmadım. Ta figuru yığana qədər. Burada artıq düşünmədim, prosesə kökləndim və onu izlədim və çox qısa bir zamanda mən həmin o üçbucağı yaratdım. Və otağı tərk eləyəndə mənə dedi ki, proses bitibdir, sən tapşırığı yerinə yetirmisən, indi sənin istirahət zamanındır, get düşün etdiyin iş haqqında. Və mən otaqdan çıxdım, otaqdan getdim. Duranda gördüm ki, hələ çox adam hələ otaqdadır, proses davam edir və s. Getdim kantinə, çay götürdüm, prosesi düşünürdüm. Gördüm ki, növbəti ikinci adam gəldi, sonra üçüncü adam. Sonra gördüm ki, bəziləri ağlaya-ağlaya gəlir, bəziləri hətta gəldi ki, başım ağrıyır prosesdən və s. Yəni, prosesdə çox şeylər baş verdi və mənim o təlimdən gətirdiyim ən qızıl mənim üçün kəlimə, mən hətta onu yazacağım sitat kimi, ən çox sevdiyim sitatları divardan öz gözümün qabağına qoyuram ki, yadımdan çıxartmayım ki, yoldaşlar, həyat hərəkəti alqışlayır, düşünməyi yox.